Salam, hər vaxtınız xeyir əziz kanal izləyiciləri. Bugün İsmail rayon İvanovka kəndində belə bir yeni tikili evimiz satışa çıxarılıb. Ev tikilib, üstü örtülübdür. İlk öncə sizi çöldən, yəni evin çölündən, küçə tərəfdən tanış eləyim. Bura demədən İvanovkada məktəbin yanı və göl istirahət mərkəzidir İvanovkada. Düz onun yaxınlığındadır, mərkəzi yerdir. Yaxınlığında market var və ev demək olar ki, elə bir planda tikilib ki, evin ilk öncə 3 mərtəbəli katlavanla tikilib. Deməli, çöldən garaj evin altındadır. Birbaşa maşın düşür evin altına. Yəni elə nəzərdə tutulubdur. Qaz, su, işıq, internet, bütün kommunal xətlər hamısı yanında mövcuddur. Deməli, gördüyünüz kimi yəni yol asfaltdır. Burada kanalizasiya sistemi olmadığı üçün şambo tikilibdir. Yəni şambo hazırdır. Hasa 10 tonluq şambodur. Betonlanıb üstüdə. Və bu evin çöldən görünüşü. Deməli, daxil olanda bu yanda 12 sotun içindədir ümumi ev. Ev deməli, arxa tərəfi bağdır. Bağ nəzərdə tutulubdur. Gördüyünüz kimi yəni ev yüksək səviyyədə tikilib. Satış məqsədi ilə yox, sırf yəni şəxs mülk kimi tikilmişdir. Bu bağdır və daxil oluruq evin içərisinə. Çox gözəl bir proyektdir. Belə daxil olanda sağda belə bir mətbəx nəzərdə tutulub. Bura sol tərəfdə qonaq otağıdır. Evin ümumi yəni kvadratı 360 kvadratdır. Yəni birinci mərtəbə 120 kvadrat olduğu üçün yəni 3 mərtəbə tikili mansatla bir yerdə. Deməli, mətbəx göstərdik, otaq göstərdik və burada əlavə yataq otaqları gördüyünüz kimi. Bura sanitar qovşağın yeridir, qoyulubdur. Hətta yuxarı içində nəzərdə tutulubdur. Bura ikinci yataq otağıdır. Bura üçüncü yataq otağıdır. Burada yenə sanitar qovşağıdır. Və düşürük evin o garaj dediyimiz yerə ki, katlavanla qazılıb tikilibdir. Beton pilləkən və burada geniş bir zalı var. Deməli, həmin bu mərtəbələrin arasında beton panellərdir. Gördüyünüz kimi, bax, həm maşın dediyim, yəni ki, garaj dediyim yerdə maşın bura yəni düşür. Garaj burada nəzərdə tutulub. Yəni çox xərc qoyulubdur bura. Və burada belə bir isqilat yeri qoyulub pilləkənin altında. Və yenə deyirəm ki, burada sanitar qovşağı nəzərdə tutulubdur. Və keçək mansatla tanış edeyim. Qeyd edim ki, bütün pilləkənlər hamısı betonla tikilibdir və gözəl panoraması var. Bax, elə buradan oturub bütün dağları görə bilirsiniz. Yəni çox gözəl panoraması var. Və bura mansat. Çox gözəl plandır. Proyekti də gözəl. Bax, burada dediyim kimi sanitar qovşağın yeri nəzərdə tutulur. Gözəl panoraması var. Yəni hər tərəfə görünüşü. Və bu da əlavə görünüşdür. Yəni küçəni göstərəm sizə və o istirahət mərkəzidir. Burada məktəbin həyətidir.
Bir daha qeyd edirəm ki, ev təcili satılır. Maraqlananlar əlaqə telefonumuza zəng eləyib ətraflı məlumat ala bilər. Təcili satılır. Evin də kupçası var. Yəni texpasportu həyətində 12 sotun içərisindədir.